Hə, köhnələr və təzələr. Arxa planda gördüyünüz traktorlar durub. Görürsünüz, 2 dənə nəhəng belə ləzzətli, göyçək, qəşəng traktorlar durub. Birinci baxışdan baxırsan, deyirsən ki, nə deyib traktor, nə sən traktor var. Amma elə deyil. Bu hələ belə traktordur. Traktorun markası John Deere'dir. John Deere bilirsiniz nədir? Yəni John Deere biraz başqa cür belə səsləndi ya. John Wick yox ha. Məşhur kino kimi məhz John Deere. John Wick adamları öldürür. John Deere amma təsərrüfatçılara, fermerlara çox böyük bir yardımcı olur. Gəlin sizə biraz bu şirkətin yaranmasından danışım da. 1837-ci ildə Amerikanın Illinois vilayətində, ştatında bir John Deere adlı bir dəmirçi var idi. O oturdu, nə bilim, əyri oturdu, düz oturdu, fikirləşdi ki, bir dənə ləzzətli gəl bir dənə polad, kotan düzəldim. Yəni ki, Stalinoy puluk. Götürdü, hələ biraz az fikirləşmədi, çox hərəkət elədi, 7 ölçdü, 1 biçdi, bir dənə ləzzətli polad kotanı icad elədi. Və o vaxt yaxşı satışlar elədi. Polad kotandan sonra başladı biraz artıq mürəkkəb bir məsələləri istehsal eləməyə. Bu cürünə John Deere şirkəti yarandı. Hansı ki, hal-hazırda dünyada nömrə 1-dir. Yəni bilənlər bilir ki, həmən bu John Deere, yəni traktor söhbətində, traktor sahəsində, kənd təsərrüfatı sektorunda Rolls-Royce kimi tanınır, başa düşürsünüz. Yəni maşınların arasında Rolls-Royce, traktorların arasında John Deere. İndi mən sizə bir məsələ deyim. Bu John Deere Azərbaycanda təmsil edən şirkət var. Bu da həmin o şirkətin mən ərazisindəyəm. Və mən özüm də qərara gəldim, bundan sonra mütəmadi olaraq həmən bu şirkətin məhsulları haqqında sizə məlumat verim. Çünki şəxsən mənim özümə, əgər nəsə məhsul doğrudan da dəyərlidirsə, ləzzətlidirsə, onun barəsində danışmaq, onun təbliğatını aparmaq çox xoşdur. Bir məsələ düzsə deyim, bununla paralel mən belə bir qərara gəldim ki, biraz maarifləndirici işlər də aparım bu istiqamətdə. Məsələn, mən 100% bilirəm ki, bizdə ölkədə çoxlarının heç xəbəri yoxdur ki, dövlət tərəfdən nə cür belə əlverişli, sərfəli proqramlar nəzərdə tutulub, bax bizim fermerlar üçün, fermer təsərrüfatları üçün. Məsələn, 40%-lik subsidiya var, siz alınan məhsulların 40%-ni məsələ dövlət sizin üçün ödəyir. Sonra sizin kənd təsərrüfatına lazım olan məhsullarını əgər xarici ölkələrdən ithal edirsinizsə, onlar kömrük rüsumundan azaddılar, əlavə dəyər vergisindən azaddılar. Nəinki çoxdur, yəni ki, bax bu cürünə şəraitlər, bu cürünə əlverişli şəraitlər, amma məncə çox adam heç bu barədə xəbəri yoxdur. Ona görə, yəni kim bir məlumat dəstəyi istəyirsə, yəni söhbət ondan getmir, gəlin bu traktorları alın. Bu traktorlar çox ciddi bir adamlar üçün, ciddi biznesmenlər üçün nəzərdə tutulub. O gün olsun ki, indiki kiçik təsərrüfatla məşğul olanlar da o səviyyəyə çatsınlar. O səviyyədə olanlara da mən müraciət edirəm ki, buyurun, əlaqə saxlayın mənimlə. Nömrəni mən qoyacağam. Yəni ki, həmən bu avadanlığın nəinki satışını, alışını, sizə məsləhət, sizə servis, yəni burada servis də var. Aldığınız bunun təmiri, bəlkə artıq almışsınız, sizə təmir lazımdır, buyuruz, müraciət eləyin. Mən nömrəmi qeyd edəcəm burada. Müraciət eləyin, gəlin tanış olaq, gəlin tamasa girək, gəlin bir-birimizlə əlaqə quraq. Hə, köhnələr. İndi mən tamamlayıram, sizə uğurlu gün arzulayıram. Bilin ki, maşınların arasında Rolls-Royce, traktorların arasında John Deere. Qəlbdən qəlbə Agra Motors şirkətindən.